Mən ona deyirəm, məndən xəbərsiz bir dənə qaçıb. Canlıdan skrin eləyib şəkilini atıblar ki, bu daha milyon maşına qaçır Bakıya. Tural Turun düz maşının yanındaydı, mən qaydatdırmışam. Yox, sən düzün de. Dalaşmısan da onda onunla, düzün de. Düzün de, dövmüsən, döyməmsən. Xeyr, bilirsiniz nə, savaşmışam ki, bu niyə cəmaatın tırkasına qulaq asırsan? Tırkasına. İndi tırka təhqir deyil, verək deyil. Niyə cəmaatın sözünə qulaq asırsan? Niyə canını açırsan? Mən ona deyirəm, canını açma. Otur, səni işə salırlar. Qısqanırsan onu? Bəli, qısqanıram. Son. Oo, səndən hər evə lazımdır. Valla. Mən ona dəfələrlə demişəm ki... Hə? Doğrudan sən hicabdaydın. O bir mövsümdə gələndə. O birisi mövsümdə Yox, gələndə... nə oldu? Allahın Mövsümə, icabını mövsümə. niyə açdın sən? Nə oldu? Nə baş verdi? Nə bilim, müəyyən problem... bilim? Bəlkə əri istəyib. Bəlkə əri istəyib. Ürəyimdə problem olduğu üçün icazə vermədilər. Dedilər Hicab sən... neyinir ürəyi? Hicab Hicabdan ürəyi gözəl. neyinir ki? Ürəyim xəstədir. Ağzın örtülü deyil ki, deyək ki, nəfəsin gəldi. Bax, mən bir məsələni qeyd edeyim. Hicabla bağlı mənim bir çıxışımı bilirsiniz, yarımçıq qoymuşdular. Sonra mən onu tam paylaşdım. Sağ olsun, o xanım da üzr istədi. Bütün o 300 minlik neçə səhifəsi var idi. Orada yazdı, videonu tam atandan sonra ki, mənə yanlış göndərmişdilər. Yəni, mən hicabı hər zaman demişəm. Orada da o cümləm olub ki, laf namaz qıldın, qılmadın, bağlamalısan. Yəni, bağlamaq istəyirsənsə bağla. O demək deyil, namaz qılmırsansa bağlama deyə. İndi sən o məsələyə gələcəm bu bir məsələyə. Dalaşdın. Mirağa ilə. Dedim, bir evdən çıxsan səni belə-belə deyərəm. Hələ mənə də tapşırıblar ki, niyə çıxır gedir? Kiminsə sözünə niyə qulaq asır? Döymüsən, döyməmişsən.